Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu çox vacib xəbərlər çatdıracağam. Bu xəbərləri bəyənin, paylaşın. Buradan tiktokerlərə, yəni sosial şəbəkə iştirakçılarına çağırıram. Bu çıxışımı hissələrə parçalayın ya da tam şəkildə fərq eləmir, paylaşın. Çünki mən deyənləri məndən başqa heç kim deməyəcək. Dəyərlənmədələrin dəyərli soydaşları, əvvəlcə mən baxdım sinoptiklərə, yaman mal alıyırlar. Amma sabah çox dəhşətli ölkə ərazisində dağlıq, dağətəyi rayonlarda qar və Bakı, Abşeron və digər bölgələrimizin bəzi hissələrində leysan yağacaq. Uzun sözün qısası Bakı yenə suyun içində üzəcək. Yəni heyvanınızı, canınızı boş-boşuna küçəyə atmayın, təhlükəli yerlərə atmayın. Sabah Bakı və Azərbaycan ümumiyyətcə hava çox dəhşətli pis olacaq. Dəyərlənmədənlər, baxı, bir çoban Alladan yağanda Bakı suyun altında qalır. İndi sabah leysan yağacaq, sabah bəlkə də daha dəhşətli olacaq. Ona görə ehtiyatı əldən verməyin. Ciddi dəyərlənmədələrin dəyərli soydaşlarım, İlham Əliyevə daha bir bəd xəbər. İlham Əliyevin sonu gəldi. Hər tərəfdən zərbə dəyir, bir tərəfdən də BP getdi. BP uzun illər İlham Əliyev ayaqda saxlayan, İlham Əliyev hakimiyyətdə saxlayan, İlham Əliyev arxa dayaq olan BP, İngilis şirkəti, ən böyük neft şirkəti BP Azərbaycandan artıq gedir. Dəyərli həmvətənlərim, nəinki Azərbaycandan gedir, ümumiyyətcə BP bütün neft sektorundan gedir. Bütün şirkətlərini, bütün hissələrini, hamısını törəmə şirkət, hamısını satır, hamısını Shell-ə, Amerikanın Shell-inə. Amerikanın Shell-i, İlham Əliyev Shell ilə dil tapa biləcəkmi? Dil tapmaq üçün 50 milyard, 100 milyard dollar pul lazımdır Amerikaya yatırsın. Əcaba dil tapsa da, pul tapsa da Amerika kraliyyət ölkəsi deyil axı. Sabah respublikaçılar gedəcək, demokratlar gələcək, o pulları hardan almısan deyəcək. Yəni aləm deyib bir-birinə, bu BP-dən danışacağım, incədən incəyə sizə çatdıracağım. Çox dəhşətli məqamlara toxunacağım. İlham Əliyevin sonudur. İndi onu sizə canlı yayımda Haqsızlığa Susma YouTube kanalında canlımıza gəlin. Orada geniş şəkildə izah eləyəcəyəm. İngilis bayrağı, İngilis getdisə deməli neft erası da bitdi, hələ Əliyev də bitdi. Gəlin dalına baxaq. Hamınız düşündünüz, Netanyahu niyə gəlmədi Azərbaycana? Niyəsini bilmək istəyirsiniz? İstəyirsiniz? 1,5 milyard İlham Əliyevə pul atdı. Deyəcəz nətər? Gəlin baxaq. Deməli Netanyahu, İsrailin baş naziri İlham Əliyevdən 1,5 milyard dollar alıbdı. Nəyə görə alıbdı? Bakıda böyük görüş təşkil edəcəm. 3 gün, 5 gün, hətta 8 gün qalacağı deyilirdi. ABŞ devlət katibini də həmən vaxtı dəvət eləyəcəm, Mark Rubionu və ya vitse-prezident, Amerikanın vitse-prezidenti Vensi dəvət eləyəcəyəm. Səni dünyaya tanıtdıracam İlham Əliyev. Trump'ın diqqətini çəkəcəksən. Yayda Trump'la görüş təyin olunacaq. Səni Ermənistanla Amerikanın arasını vuraraq səni Amerikanın strateji müttəfiqi halinə gətirəcəyik. Və beləcə aldadıb İlham Əliyevin 1,5 milyard dollarını Netanyahu İlham Əliyevin alıbdı. Hə, zaman yetişib və görüb ki, heç özü də çıxıb demədi Netanyahunun. Jurnalistlərin mediası çıxdı, dedi ki, Netanyahunun səfəri təxirə salınır, filan hadisələrə, təxribatlara görə, yanğına, nə bilim nəyə. Əliyev də dəhşətə gəlib, tüstülüyür orada ki, bu nədir, niyə gəlmədi, heç belə özü də mətbuatda açıqlama vermədi, sadəcə bir-iki İsrail, Yerusəlim mediası deməli bildirdi. Əliyevin telefonuna dərd orasıdır ki, hər şey oldu da, heç Netanyahu bu günə qədər Əliyevin telefonda da cavab vermir. Telefonuna da cavab vermir. Niyə atdı? Niyə atdı? Sonuncu adam qalmışdı Netanyahu Əliyevi dəstəkləyən. O da baxdı ki, adam gedir. Getdə 1,5 milyard da o atdı da. Atana atarlar da. Xalqa dədə bala 55 ildə atmır Əliyevlər. Neysə, dəyərlənmədələrim, dəyərli soydaşlarım, bilirsinizmi niyə? Bunlar ölkədə o qədər yaxşı şey yoxdur ki, danışasan. Yaxşı şey yoxdur da, indi yaxşı. Netanyahu sabah təsdiq olundu, sabah gələcək. Yəni gələnə yaxın təsdiq olmalıdır da, yoxsa İran tərəf təxribat hazırlayar və yaxud başqa şeylər, başqa tərəflər. Ona görə bunlarda danışmağa başqa şey yoxdur. Ölkədə gözəl bir mövzu yoxdur. Ölkə bərbad olub, ölkə ateş içindədir. Və
İlham Əliyevi başlayırlar həftələr öncədən. Trump gələcək, Türkiyə ilə İsraili barışdıran yeganə lider, dəmir yumruq, dəmir qızıl barmaq, dünya siyasətinin öncüsü, dünya siyasətinin avangardı, əvəz olunmaz lider, heç kimin edə bilmədiyini eləyən lider. Belə tərifləyirlər, sonra da belə qərar veriləndə hamısı eləyir, içində qalır bütün hakimiyyətin və onun mediasının. Əzəmədələrim, dəyərli soydaşlarım, nədən danışsınlar be? Ölkədə heç bir yaxşı şey yoxdur ki. Uzun sözün qısası, Netanyahu niyə gəlmədi? İlham gedir, gedənə yaxın 1,5 milyardı dollarda o attı, əla. İndən sonra İlham Əliyev elə çıqıra qalsın. Dalına baxaq. Dəqiq söhbət daha, mən sizə yalan şərəf və ləyaqətimə and olsun, mən yalan söhbət eləmərəm. Deyələmədənlərim, sual ortaya çıxır, Kiril niyə gəldi? Bax, ikinci bir mövzumuz, üçüncü daha doğrusu. Kiril niyə gəldi Azərbaycana? Yaxşı, Kiril gəldi, lap yaxşı gəldi, xoş gəldi, səfa gətirdi. Rusiya patriarxı Putin bir ay qabaq dəvət eləmişdisə 9 maya, cəmaatın içində niyə dəvət elədi İlham Əliyev, özü mediaların qabağında? Niyə? Deməli, İlham Əliyev Moskvaya getməyə qorxur. 3 səbəbə görə. 1. Avropa, ən böyük birlik Avropa deyir, ora gedəni minəcəm. 2. Açıqca mesaj verir ki, hələ paylaşımlar da ediblər ki, Zelenski və onun mavini ki, Kremli vuracam və salam, vura bilərəm, vuracam. Açıqca mesaj veriblər, paylaşıblar da. Üçüncüsü, elə İlham Əliyev ən əsas Putinin özündən qorxur ki, İlhamı Putin ilə özünü Putin vurduracaq. Halbuki samolyot məsələsi yaddan çıxmıyor. Uzun sözün qısası Putinə çatdırıblar ki, Putinə məlumat veriblər ki, Əliyev xəstələnəcək, gəlməyəcək. O bizim bir tələbə var idi, mənim yadımda da orta məktəbdə. Deyir, müəllim, sabah xəstələnəcəm, dərsə gəlməyəcəm. İndi İlham Əliyevə də Lukashenko elədiyi kimi, İlham Əliyevə də Putinə çatdırıblar ki, İlham Əliyev də Lukashenko kimi deyir, gəlməyəcəm, xəstələnəcəm. Putin də dəli olubdu, əsəbləşibdi. Birbaşa patriarx Kirili göndərib ki, ged o gicdallağı başa sal. Paradda burada olsun. O da xəstələnməsin, burada olsun. Neysə, Rusiya patriarx Kiril gəlib Əliyevi açıq-aşkar millətin içində dedi ki, mən Putinin 9 may paradına dəvət məktubunu, dəvətini sizə çatdırıram. Hətta Putin bir ay qabaq çatdırmışdı da, bu patriarxın gəli nədir, bu papugayzadır bu. Neysə, uzun sözün qısası, bunu cəmaatın içində Rus medialarının, Azərbaycan mediasının yanında dedi ki, İlham Əliyev qırılıb qalsın, yox deyə bilməsin, gələcəm, belə desin. Və elə də oldu və amma dəyərli həmvətənlərim, medianın önündən ayrılan kimi İlham Əliyev ağlamağa başladı. Məni həyatımı təhlükə gözləyir, mən gələ bilməyəcəm, yəni birbaşa mənim həyatım təhlükə altında olacaq, nə bilim, nə olacaq, nə qayıracaq. Uzun sözün qısası belə dedi və patriarx Kiril dedi ki, nə lazım elədim, medal da taxdım Mehribana, başqa şeylər də taxdım, başqa adlar da yapışdırdım, amma İlham Əliyev bir türlü yenə də içinə eləyə bilmədim. Medianın qabağında desə də, mediadan sonra mənə başqa söz dedi. Uzun sözün qısası, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, nə oldu? Ona görə də Putinin göstərişi ilə deputat Azər Badamovun çantasına aeroportda silah atıldı. Silah qoyuldu. Birisi də çantaları qoyurlar, par-paltar nəyinisə. Yalanla deyirlər viza, stop qoyulmuş. Deputata stop qoyulur, viza olur, dəvət olur. Nə danışırsınız siz? Uzun sözün qısası silah qoydular və başına torba keçirib apardılar. Hələ də buraxmayıblar, amma buraxmalıdırlar. Danışıqlar gedir və onu mesaj verdi Xarici İşlər Nazirliyi ki, İlham Əliyevə dedi ki, sən də parada gəlməsən, sənin də başına meşox keçirdib deputatın kimi gətirəcəyik. Uzun sözün qısası bundan başqa Putinin göstərişi ilə, yəni deputatın tutulma səbəbini dedim, Putinin göstərişi ilə paradda iştirak edən 80 nəfər, paradda keçən hərbiçimiz hamısı Qarabağ qazisi olmalıdır. Qarabağda savaşan olmalıdır 44 gündə. Burada da hamısının burada da medalları olmalıdır. Putin deyib ki, mənim əmrimlə savaşıblar onlar, ona görə onlar elə olmalıdır, medallar da sinəsində olmalıdır. Bundan başqa Məzahir Əliyev haqqında məruzə eləyiblər, vəzifədən ataqmı? Üzr istəyirəm, Məzahir Pənahov haqqında. İlham Əliyev nə deyib Məzahir Pənahov haqqında? Gəlin deyəcəm. Bundan başqa Leyla Əliyeva niyə Polat Həşimovun deməli arzu ilə Leyla evinə gedib, anasının evinə görüşüb, onu da çatdıracam. Deyələmədən bundan başqa
orqan klinikası, birbaşa prezidentin köməkçisinin evində, villasında onu da çatdıracağım. Gəlin canlı yayma. Gəlin canlı yayma. Gəlin xəbərə